Siz də belə deyirsiniz, bu səhvdir. Rus dilində iki feil var. İti, xadic. Hər ikisi getmək mənasındadır. Əgər indi harasa gedirsinizsə və o haqda danışırsınızsa, я иду в магазин, я иду на почту, я иду в школу, я иду в кафе, я иду в суперmarket. Okey. Dünən getdiyiniz haqda danışmaq istəyirsinizsə, onda ходить feilini istifadə eləyin. Я ходила в университет, я ходила на почту, я ходила в кафе, я ходила в суперmarket. Soruşacaqsınız, bəs şla feili nə vaxt istifadə edirik? Əgər dünən ya ondan öncə harasa gedərkən nəsə baş verdisə və o haqda danışmaq istəyirsinizsə, onda şla, şol, şli istifadə eləmək olar. Məsələn, вчера я шла в магазин и встретила старую подругу. Вчера я шла в школу за ребенком и увидела маленького птенчика на траве. Он выпал из гнезда. Когда я шла на почту вчера днем, был такой ливень, мне пришлось переждать на почте где-то полчаса. Bax belə. İndi çalışın, dediyim cümlələri rus dilinə çevirin və kommentarda yazın. Dünən mən işə getmişdim. Dünən mən parka getmişdim. Dünən universitetə getdim. 2 dərsim var idi. Axşam supermarketə gedəndə köhnə rəfiqəmə rast gəldim. Dünən poçta gedəndə çox bərk yağış yağırdı.